Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biri bozbaş. Bu bulyon necə şəffaf, ət necə yumşaqdır. Amma bir çoxları bozbaş bişirəndə bulyon bulanıq çıxır ya da ət tam pişmir. Sizə addım-addım göstərəcəm ki, bozbaş necə bişirilir ki, həm dadlı, həm şəffaf, həm də ət ağızda əriyir. Gəlin bu möhtəşəm ləzzətin sirrini bir yerdə tapaq. Əziz izləyicilər, evimizdəki dad kanalıma xoş gəlmisiniz. Bugün mən sizinlə Azərbaycanın milli yeməklərindən biri olan bozbaşı hazırlayacağım. Bozbaş hazırlamaq üçün bu ərzaqlar lazımdır. Noxud, şabalıd, ət, soğan, kartof və göyərti. Deyək işimizi. Qoyun ətini əvvəlcədən 3 saat soyuq suya qoymuşam ki, qanı tamamilə çıxsın və yuyub hazır eləmişəm. İndi qazana tökürük. Mən əvvəlcədən əti suya qoyuram ki, bozbaşımın rəngi şəffaf və təmiz olsun. İndi ocağı yandırırıq və ətin kəfinin çıxmasını gözləyirik. Ətin kəfi gələnə qədər mən soğanımı doğrayıram. İndi soğanı yuyub doğramağa başlayaq. İndi kartofu da soyub suya qoyaq. İndi ətimizin kəfini yığmağa başlayırıq. İndi ətimizi qovururuq. Ətin suyu tutarıb, çəkib, indi qovururuq. Ətimiz qovruldu. İndi zəfəranını tökürük. Biraz da sarı kök əlavə edirik. Kartuşkasını əlavə edirik və şabalığını əlavə edirik. İndi suyunu əlavə edib qoyuruq. 2 saat qaynamalıdır modun üstündə ki, ətlər qəşəng pişsin. Azərbaycan mətbəxinin milli yeməyi olan qovurma bozbaşımız hazırdır. Bulyonun necə şəffaf olmağın sirrini videoda paylaşmışam. Nuş olsun.